Salam, hər birinizi salamlayıram. Bugün belə bir maraqlı funksiya sualının izahına baxaq. Ümumiyyətlə bu formadan əlavə başqa cür formada da verilə bilir. Məsələn, sonsuzluq variantı. Tutaq ki, bu belə deyil. Mənfi sonsuzluqdan mənfi 2-yə, deyək ki, məsələn 4-dən müsbət sonsuzluğa kimi şəklində də verilir. Yəni nə formada verilirsə verilsin. Əgər sizə bu formalı bərabərsizlik verilib və sizə deyir ki, həllər çoxlu aralıqdır, həmin o aralıqda verilən rəqəmlər o tənliyin kökləridir. Yəni bizə verilən bu mənfi 2 bu tənliyin köküdür. Ona görə biz tənliyin kökü deyəndə onu vurğular şəklində necə yazırdıq? Məsələn, x, bunu yazıram plus 2, bir də x minus 4 kiçikdir 0. Sadəcə bu bərabərsizlikdir. Yəni deməli bizim bərabərsizliyimiz bu şəkildədir. Bizə də verilən bərabərsizlik deyir, təpə nöqtəsinin koordinatlarını tapın. Deməli bizə lazımdır burada B-nin, C-nin qiymətini tapmaq. Ona görə qurduğum bu bərabərsizliyi vurub atsam, B-nin C-ni tapmış oluram. Gəlin bunu vuraq atsaq. Bunu vuraq atsaq x kvadratı çıx 2x minus 8. Bu şəkildə olur və parabolanın təpə nöqtəsi sözü eşitdikdə də bizə lazımdır mx və ny-i tapmaq. Gəlin mx-i tapaq birinci ilk növbədə. Bilək ki, mx x-in təpə nöqtəsidir. Mənfi b bölünsün 2a-dır. Burada da b-mizin yerində bizə nə durur? Mənfi 2 durubdur. A-mızın yerində isə 1 durubdur. Ona bölünsün 2. Burada da özünün də mənfisi olduğu üçün cavab çıxdı. Müsbət 1. Deməli, mx-imiz 1-dir. İndi biz burada ny düsturu ilə də tapa bilərik. Amma düstursuz da necə tapırıq? Aldığımız mx qiymətini verilən funksiyada yerinə yazıb, onda da ny tapmış oluruq. Yəni sizin üçün hansı rahatdır, o yolla gedə bilərsiniz. Mən də sadəcə gətirib funksiyada yerinə yazacağam. 1 bunun, yəni yerinə 1 yazsaq, 1 minus 2 minus 8 olur. Burada da cavabımız necə çıxır? Mənfi 9 çıxır. Deməli, bizim funksiyamızın təpə nöqtəsi x-i 1, y-i isə mənfi 9 imiş. Bizə də elə koordinatlarını tap deyirdi də oldu. Cavab budur. Deməli, bu 2022-ci buraxılış sualıdır. Bu kimi suallar çox gələn sual tipləridir. Yenə deyirəm, bu şərti mən burada yuxarıda niyə yazdım? Yəni, bu şəkildə deyil, bu şəkildə versəydi deyə yenə siz eyni qayda ilə yazacaqsınız. Çünki adi kvadrat bərabərsizliyi həll etdikdə biz onu necə həll edirik? İlk öncə onun köklərini tapırıq. Bu formada, yəni yazdığım bu formada bərabərsizliyi qurub sonra oradan həllərini tapırıq. Yəni bu tipli bərabərsizlik gördükdə bu şəkildə yazıb həll edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Dəstək üçün videonu bəyənib paylaşın, abunə olun ki, bu kimi videolardan daha çox faydalana bilərsiniz.